Allah subhanahu wa ta'ala sizin deyir, üç şeyinizdən xoşuna gələr, sevər onu, razı qalar. Üç şeyə isə qəzəblənər. Yərdə ləkum ən tə'budu və lə tuşriku bihi şeyə. Allah razı qalır sizdən nə vaxt, o vaxt kimi ki, siz ona ibadət edirsiniz və Allah subhanahu wa ta'ala ondan başqa heç kimə ibadət eləmirsiniz. Yəni Allaha heç kim şərik qoşmursunuz. Və sonra və ən tə'tasimu bihablillahi cəmiyə. Hamınız cəmaat olarlar Allah subhanahu wa ta'ala'nın ipindən yapışır. Yəni dinindən möhkəm. Quran-ı Kərimdən. Allah Resulü sallallahu sünnəsindən. Və həmçindəki nə eləmək? Başçıya nəsihət eləmək. Və həmçindəki ona itaət eləmək. Bundan yəni Allah subhanahu wa ta'ala razı qalır. Və yəsqatu ləkum və nədən qəzəblənir insana? Nə xoşuna gəlmir? Qilə və qalə. İnsanın elə belə dedikodudan. İnsan yəni dedikoduluq eləyirsə, bilsin ki, Allah subhanahu wa ta'ala'nın xoşuna gəlməyən bir əməllə məşğul olur. Allah subhanahu wa ta'ala'nın qəzəbinə dürsə olası bir əməldir. Həm də kişiyə yaraşan bir şey deyil. Əgər Allah subhanahu wa ta'ala bir şeydən çəkindiribsə, deməli, bu şeydən bizim bu dünyamız üçün, həm də axirətimiz üçün xeyir var. Və sonra nə deyir? Rəvayətlə və idəətil məli və malı necə oldu, nətər oldu, hara gəldi xaçlamaqdan. Bunu da Allah subhanahu ta'ala sevmir. Və kəthratəs suali və çoxlu sual vermək. Allah subhanahu ta'ala hoşlamır. Və Şeyx İslam Muhammed ibn Abdülvahhab rahimehullah deyir ki, və bu deyir, üç şey deyir, elə şeydir ki, deyir, kim deyir, buna deyir, dürsəl olarsa və yaxud da hansını bilinəsə, o halda nə olar? O halda deyir, həm dünyasını, yəni dinini, həmçindəkidir, axirətini itirmiş olar. Bir şək yoxdur. Yəni dinini, ya da ki, axirətini itirmiş olar. Fərqi yoxdur.